Hə, Bakını sevənlər, yəni köhnələr. Bir məsələyə toxunmaq istəyirəm. Bilmirəm bilirsiniz, bilmirsiniz. Hər böyük şəhərin, yəni hər bir ölkədə öz gerbi var. Yəni ona məxsus olan bir gerb. Bizim doğma Bakımızda istisna deyil. Yəni Bakının da həmişə, hər zamanlar özünə məxsus bir gerbi olub. Məsələn, birincilərdən lap gedir çıxır 1840-cı ilə o gerbin üstündə dərc olunmuşdu. Nə? Mən sizə izah edeyim. Bir öküz başı idi, səhv eləmirəmsə, yan yörədə ayla günəş, hansı ki ilahi qüvvələr tərəfdən Bakının qorunmasını rəmz etdirir. Bir də iki şir. İki şir isə o vaxt ki Bakının hələ bir ki qüdrətini, gücünü rəmz edirdi. Sonra müxtəlif vaxtlarda bu gerb bir neçə dəfə dəyişib. Xüsusi qeyd eləmək istəyirəm ki, həmən o birinci dediyim gerb hələ indi də var. Onun deyəsən başqa forması Bakının Şamaxı qapısında, yəni dərc olunmuşdu. Biz həmçində ona deyirik Qoşaqala qapısı. Başa düşdünüz? Sonra Sovet dövrü gəldi. Məsələn, Sovet dövründə gerb dəyişdi. Hamı bilir ki, Sovet bizə üzr istəyirəm, Sovet yox, birinci Çar dövrü gəldi. Yəni istəyir Çar dövrü olsun, istəyir Sovet dövrü olsun. Bunlar həmişə bizim koloniya kimi baxırlardı. Yəni bu heç kim üçün sir deyil. Ona görə Çar dövrü zamanı bizim gerbimizin üstündə rəmzlər biraz dəyişmişdi. Məsələn, yerdən bir dənə belə qaz çıxırdı, yanında bir dənə pələng var idi. Aşağıda isə devələr, devələrin üstündə xurcunlar və xurcunların da içində zəfəran. Başa düşdünüz? Sözü gəlmiş ki, zəfəran sözü var. Deyirlər ki, bir eşşək nə bilir zəfəran nödür. Yəni heç belə dəxlisi yoxdur ya. Sadəcə birdən fikrimə gəldi, istəyirəm bu barədə iki kəlmə deyim. Bu sözdə zəfəran sözü getmir ha. Bunu biləsiniz, bəziləri səhv salırlar. Əsasən o sözdə gedir, eşşək nə bilir, zərpəlan nədir? Yəni zəfərən yox. İndisi qaydaq bizim gerbimizə. Yəni bu xurcunlar, devələr, qaz, hamısı onu rəmz edirdi ki, bura koloniyadır, burada sərvətlər var. Keçdi üstündən illər, geraldik simvollar dəyişə-dəyişə gedirdi. Sonunda axır bizim öz geraldik simvolumuz, gerbimiz müəyyənləşdi. Gerb nədən ibarət idi? Yəni 3 alov gülləsindən, qara belə fonda, səhv eləmirəmsə, aşağı hissəsində isə Xəzər dəniz dalğalanırdı. O da qara belə dalğalarla göy dalğalar. Yəni sözsüz ki, ola bilər nefti hardasa rəmz edirdi. İndi gəlin gedək çıxaq əsas məsələyə. Bax o sonuncu bizim gerbimiz var idi ya. Lap bu sonuncu dediyimdə hansı ki bax 3 alov məsələsi. Bu yerləşirdi düz bax burada. Baxın mənim barmağım göstərdiyim istiqamətdə. Yəni Bakı şəhər İcra Hakimiyyətinin binasının və arkasının gördüyünüz kimi düz mənim kəlləmin dalında. Bax bu hissəsində açılmışdı yekə belə çuğundan belə monumental bir gerb idi də. Başa düşdünüz? İndi bax sual mənim sualın birincisi sözsüz gəlib bu Bakı İcra Hakimiyyətinədir də. Görürsən necə oldu o gerb hə? Cənab Mir, cavab verə bilərsiniz, xahiş edirəm sizdən. Bir Bakı sakini kimi mənə maraqlıdır ki, yəni çox güman ki, mənim bu marağıma digər də Bakı sakinləri qoşularlar. Həmən o gerb hardadır, necə oldu? Bir deyirdiniz yerini biz geyib, biz də baxardıq buna, yanında şəkil çəkdirərdik. Əgər varsa, məncə elə burada pis yerdə öyrə, burada az-söz çox da belə pis görsənməz. Bu qədər qəlbdən qəlbə sabahımız xeyir olsun.